5'e qədər idi, yoxsa 0-6 idi o bir dənə orada çaşın. Bax, yadda saxla, 0-dan 5-ə qədərdir. Yəni 0-da daxildirsə 6 cür növ yiyə varsa, bu olacaq, yəni 0-dan 5-ə kimi 6 növdə yiyə var. Bu 0-1 nömrəli yiyələr dəlici yiyələrdir, iri kərtiklidirlər, 10 millisinə 5-12 düşür, kobudda istifadə. Yadda saxlayın, ilkin işi yerinə getirən, iri olan qalın təbəqə çıxardacaq, kobud işi yerinə yetirəcək və götürülən qatın qalınlığı da 0,2-dən 0,5 milliyə qədər olacaq. 2-3 nömrəli yiyələr orta kərtikli yiyələrdir, xüsusi yiyələr hesab olunur. 10 millisinə 13 dənə 26 dənə diş düşür. Deməli, onu hansı ki biz əsas qatını dəlici ilə işlədik, ondan sonra istifadə edirik və bir gedişində götürülən metal qatın qalınlığı da 0,1 0,3-dür. Gəldik xırda kərtikli yiyələrə. Sonda istifadə olunan xırda kərtikli yiyələrimiz 4-5 nömrəli yiyələrdir. Məxmərə yiyələr adlandırırlar. 10 millisinə 42-80 diş düşür. Hər gedişində götürülən qatın qalınlığı da 0,5, 0,1 milli. Bunda qarışdırmayın. 0,5 ilə 0,1. Yəni 5-in yanında 2 dənə 0 var. 0,1-də yanında bir dənə 0 var. Bunu unutmursunuz. Gəldik ağac kəsən dəzgahın hissələrinə. Müəllimlər dedilər, yoxdur kitabda. Müəllimlər, ağac kəsən dəzgahın deməli 4 dənə hissəsi var. Bəzən müəllimlər orada şalban da onun hissəsi kimi götürürlər. Bu doğru hal deyil. Çünki şalban orada neyinir? Ağacı kəsir, şalbanı kəsmək üçün istifadə olunur. Ona görə o şalban onun hissəsi sayılmır. Deməli, kəsici çərçivədir. Kəsici çərçivənin istiqamətləndiricisidir. Mişardır. O şalbanı gətirən ötürücü vallardır. Sonra digər sualım Yasəmən olacaq. Yasəmən. Bəli, müəllim. Sən mənə de görüm təzə balıq necə olur? Təzə balıq gözləri şəffaf olur, üstü nazik təbəqə ilə örtülür, parlaq olur, əti elastik olur. Sonra qəlsəmələri tökülmür onun. Belə, bu kimi xüsusiyyətləri ondan. Bəli, xarakterik balıq iyi gəlir. Deməli, sonra nazik şəffaf seliklə örtülür onun üzərinə. Çeliklə örtülür. Bəli, qarnı şişir. Elastik olur. Bax, nə ilə yadda saxlayın? Məsəl üçün, ölünün bir yeri qarnı şişir. Əlbəttə ki, təzə balığın qarnı şiş olmayacaq da. Pulcuqları hamar olacaq, təmiz, parıltılı, gözləri şəffaf olacaq. Həmişə yadda saxlayın ki, balıq göz necə deyir? Pörtləmə göz deyirlər də balığa, düzdürmü? Pörtləmə göz olur, sonra qabarıq olur, əti elastik olur, əzələ qatı bərk olur, sümükləri kip birləşir. Hə, oldu can. Çətinliklə bir-birindən ayrıla bilir. Və biz onu suyun içinə buraxan zaman da dərhal suyun dibinə gedəcək. Yaxşı. Süraya müəllimə, buradasan? Baxın, görün, buradadır mı Süraya? Buradaydı axı, qoşulmuşdu. Yaxşı, Vüsalə müəllimə, sizə sual verirəm. Buyurun. Hə. Müəllimə, siz mənə deyin görüm elektrik ət çəkən maşının hissələrini. Elektrik ət çəkən maşının hissələri. Elektrik ət çəkən maşınların hissəsi gövdə, mühərrikli gövdə, ət aparan nov, tor, bıçaq, torun qapağı, çəngəl, şunur, bir də ət yığılan nov. Val, bir də val, hə, val bir də. Bax, 7 dənə hissəsi var ət çəkən maşının. Mühərriki olan gövdəsi var. Çünki onun gövdəsində olur mühərriki. Ona görə nəinki gövdəsində mühərriki birləşir, ona mühərrikli gövdədir. Ətin qəbul edicisidir. Ət qəbul edicinin üzərində olan o nov olur. Ora ətləri və yaxud da biz kartoşkaları üzərinə yığıb saxlayırıq. Bax, o deyim. Sonra şinekli valıdır. Bıçaqdır. Bıçaqdır. Şinekli val. Torudur. Bir də qapağı. Bir də qapağıdır. Torla qapağı. Yaxşı. Əsmər, sən olacaq sualım. Əsmər, sənə nə sual verim? Allah da xoş gəlsin, mən deyərəm. Hə, ən nümunəvi birləşmə, Əsmər. Əsmər, haradasan Əsmər? Niyə səsin gəlmir? Mənə deyim mən. De görüm Günel. Ən nümunəvi zıvana. Ən nümunəvi birləşmə, zıvana, yuva birləşmə. Yuva, hə, zıvana yuva. Bir də qeyd edirəm qızlar. Ən etibarlı birləşmə şuruplarla birləşmədir. Ən nümunəvi birləşmə zıvana, yuva birləşməsidir. Ən möhkəm və etibarlı birləşmə zıvana birləşməsidir. Ən sadə və etibarlısı yivli birləşmədir. Ən çox istifadə olunan da yapışqandan birləşmədir. Yaxşı, unutmayın. Bunu unutmayın. Yadınızda qalsın.
Sahib yazılan müəlliməmiz kimdir? Eda da adında qoşulub bir müəlliməmiz. Hə, o Salam müəllimə. salamca. Adınız nə idi sizin? Adım Fatimədir. Fatimə. Hə, Fatimə müəllimə. Hələ sizə sual verim Fatimə müəllimə. Sonra Eda müəlliməyə sual verəcəm. Müəllimə, siz mənə deyin görüm, nəyə sual verəcəksiniz? Miqyaslar neçə cür olur və ümumiyyətlə miqyası mənə hissə izah eləyin. Hər tərəfli. Nə idi miqyas? Miqyaslar mənim 3 cür olur. Natural ölçü, kiçik ölçü və böyük gümüş ölçü. Natural ölçü 1/1-dir. Kiçik ölçülər isə 1/2, 1/4, 1/5-dir və sairəsiz davam edir. Böyük ölçülər isə 2/1, 4/1, 5/1-dir. Həqiqi ölçüyə nisbə böyüklüyü, nisbə kiçikliyini bildirir miqyas. Bəli müəllimə, o əvvəllər 3 cür idi, yeniliyə əsasən artıq 2 cürdür. Natural ölçüsü onun xətti ölçüsüdür. Yaxşı müəllimə? Natural ölçü onun xətti ölçüsüdür. Yəni 2 dəfə kiçildilmiş, 2 dəfə nə bilim böyüdülmüş, bu şəkildə doğru, oraları doğru. Onu o şəkildə oxuyuruq. Məsəl üçün kiçiltmə olanda 2 dəfə kiçildilmiş, 4 dəfə kiçildilmiş, 5 dəfə kiçildilmiş. 10 rəqəmi də var, sonra 20 rəqəmi də var, 50 rəqəmi də var, 100 rəqəmi də var, 150 də var, 200 də var. Bir dənə burada bircə dənə rəqəm yoxdur. Bircə dənə rəqəm yoxdur. O hansı rəqəm idi? Deyin görüm. 3. Ay, son. Burada 3 rəqəmi yoxdur. İndi Eda müəlliməyə sual verəcəm. Mənim başa düşmədim. O sualda düşsə ki, məsələn neçə cür miqyas var, 2 götürəcəyi gün. Axı böyütmə, kiçiltmə bir də naturaldır da. 3. Müəllimə, indi mən sizə bu şəkildə izah edeyim, tam aydın olacaq sizə. Baxın, miqyas deyəndə biz götürürük, hətta onun məsələsi də var, öz müdavimlərimə mən öyrətmişəm. Deməli, miqyas deyəndə nə deyirdik miqyasın tərifində? Böyüdülmə, kiçildilmə, neçə dəfə böyüdülmə, neçə dəfə kiçildilməsi. Ay, sağ olun. İndi artıq aydın oldu mu? Mağazinə getdi. Artıq aydın oldu mu müəllimə? Neçə dəfə böyüdəcək? Yəni o bir dənə böyüdülmə, kiçilmə bir dənə götürürük, bir də natural götürürük. İkinci naturaldır. Yox, müəllimə. Elə? Böyütmə və kiçiltməni əvvəllər miqyasın 3 cür növü var idi. Lap əvvəllər, düzdürmü? Artıq miqyasın 2 növü götürülür. Kiçiltmə miqyası, böyütmə miqyası. Hansı ki o natural ölçüsü, onun bir-birinin ölçü natural özünün standart ölçüsüdür. Baxın, biz o natural ölçü hər bir şeydə standart bir ölçü olur da, düzdürmü? Onu böyüdür, Yəni, onu öz kiçildir. ölçüdə, həqiqi ölçüdə, yəni o həqiqi ölçüdə. Həqiqi ölçünü biz neçə dəfə böyüdəcəyik və yaxud da neçə dəfə kiçildəcəyik. Düzdürmü? Bax, onun nəzərdə Düzdür. tutulur. Hə. Yaxşı. Digər sualım Eda müəllimə olacaq. Yaxşı. Eda müəllimə, siz mənə deyin görün, vəsaitlər ailə təsərrüfatının nələri hesab olunur? De görün. Nələri hesab olunur vəsaitlər ailə təsərrüfatının? Hə. Könül hara getdi qrup yoldaşın? Səsi gəlmədi. Yaxşı, Hava müəllimə səndir. Salam müəllimə. 3 dənə idi, ehtiyatları idi, imkanları idi. Bir yadımdan çıxdı. Dəyərləri. Dəyərləri 3 dənə idi. Onlar da vəsaitlər də 4 yerə bölünürdü özləri. Hansıları idi? Energetik, maddi, maliyyə və əmək. Ardıcıl. Hə, yaxşı. Əmək. Birinci əmək başlayırdı. Maliyyə, maddi, energetik. Ay, sağ ol. Deməli nə oldu? Əmək, maliyyə, maddi və energetik. Energetik. Yaxşı. Digər sualım olacaq Nəzrinə. Aşağıdan yaz Nəzrinə cavabı, eybi yoxdur. Uğur şakıt salma, get buradan. Xahiş edirəm. Get. Yeri. Demək, əməliyyat xəritəsi nə idi? Aşağıdan qısa yaz verin. Mənə belə Hə, yaz, de. icra ardıcılığı göstərilirdi orada. O da texnoloji xəritələrin içində gedir. O texnoloji xəritələrin içərisində gedirdi də. O 3 dənədən biri idi. Nəzrin, qulaq as, səsini bağla indi. Sən hər dəfə bu sualı çaşırsan. Sənin kimi savadlı biri 90 Bildim. Mən plus bildim, gətirəcəkdən bu sualı çaşırsan. Hə, de görüm. Müəllimə deməli, əməliyyatların icra ardıcılığı deyirsə, əməliyyat xəritəsidir. Əməliyyatların icra ardıcılığı ətraflı şəkildə yazılırsa, texnoloji xəritədir. Ümumiyyətlə, əməliyyatların ardıcılığı deyəndə, onsuz da hamısında olur. Yəni, ikisində də texnoloji xəritədə də əməliyyat xəritəsi. Dayda vurdun, gözünü çıxartdın. Dayda vurdun, gözünü çıxartdın. Nəzrin, bağla səsini. Sənin kimi deyirəm, 90 plus ballıq, 95 plus ballıq adam gəlir düz bir dənə ən asan şeydə səhv eləyir. Əməliyyat xəritəsi keçidlərin, qurğuların siyahısıydı, alətlərin siyahısıydı. Siyahıdır, siyahı. Müəllimə, elə bildim əməliyyat
Əməliyyatın icra ardıcılığını soruşursunuz. Ona getdim. Mən 5-ci sinif öyrətmişdinizsə mənə. Onu səhv bilirdim, yox. axır öyrənmişdim. Axı biz deyirik, orada necə deyirdik bax, orada deyirdik ki, hər hansı bir belə deyək də əməliyyatın ardıcıllığını bizdən soruşursa, biz bu əməliyyatın ardıcıllığını həm texnoloji xəritədə götürə bilirdik, həm də marşrut xəritəsində, düzdürmü? Amma icra ardıcıllığını desə, marşrutda götürürdük, ətraflı təfərrüatlı hər tərəfli ardıcıllığını desə, texnoloji xəritədə götürürdük. Amma mən əməliyyatın xəritəsini deyirəm. Xəritə deyəndə siyahını yazıda saxlayırıq. Taciyə, istiot ətri verən ağac hansı idi? Ardıc. Bəs vanil? Qanil dəmir ağacı idi. Doğrudur. Aysel müəllimə qayıtdı, bir yax dedi ki, mən səsimi aça bilmirəm. Aysel müəllimə, indi eşidirsiniz bizi? Yoxsa müəllimə dedi ki, mən bu yax eşitmirəm. Yaxşı. Aygün müəllimə, siz olacaq sualım. Siz mənə deyin görüm, elektrik itləmə dəzgahının hissələrini. Yəni orada bizim üçün nə verilibsə onu yadda saxlayırıq. Elektrik itləmə dəzgahı. Buyurun. Aygün müəllimə. Ana Aygün müəllimə. Ay müəllimələr səsinizi açın. Zəhmət olmasa. Hə, deyəcək. Blöv daşı, mühərrik, Deməli, blöv daşı, dayaq. Dayaq, dayaq. dayaq, blöv daşı. Ay sağ olun. İndi düz oldu. Yaxşı. Yox, mən Vüsalə müəllimdir. O müəllim görüm cavab verir. Anladım can, anladım. Hə. Gələcək indi kimə sual verəcəyik? Həmidəyə. Temperatur tənzimləyicinin hissələrini də görüm Həmidə. Ütüdəki. Ütüdəki Həmidə. Bir metal lövhəcik. Yo, Həmidə, müəllimə, Həmidə. Həmidə cavab versin. Həmidə. Yerdən danışmayaq. Həmidə, hara getdin? Könül de. Mənim bir metal lövhəcik, kontaktlar bloku, lövhəciyi qaldıran bir mil və temperatur tənzimləyən mil. Bir də onun yanında onun sxemi göstərilir. O ümumiyyətlə yadda saxlayın ki, o qulpun sxemidir. Yaxşı. Qulpun sxemidir. Onu unutmayın. Yaxşı. Yaxşı. Elnara müəllimiyə, Günel yerdən əlini qaldırırsan, amma deyirsən ki, dinləyiciyəm. Mən deməmişəm oxu dinləyiciyəm. Buy. Sən mənə de görüm Birər qələmin. müəllimə yazmışdı. Hə, Günel de görüm qələmin hissələrini gözəlim. De görüm qələmin hissələrini. Qələmin elektrik qələmi də, hə? Çapmada istifadə olunan qələm var. Hə, şeydir o, deyəcəm, o ucluq hissəsidir. Yox, tiyə, yadva sal. Tiyə, işlək hissə, orta hissə, bir də zərbə hissə. Sonra 2 dənəsi qaldı. Yox. Şeydi bir də. Nə var idi orada? Bir də təkrar de, yadva düşəcək. Tiyə, işlək hissə, orta hissə, sonra var idi orada. Zərbə hissəsi. Zərbə hissəsi, bir də Qla başlayırdı. Nə idi? Qoruyucusu ilə itləmə bucağı. qulpu, Qoruyucu. yox, qulpu neydi? Qoruyucuyla itləmə bucağı. Qoruyucuyla itləmə bucağı. Yaxşı. Digər sualım Elnara müəllimə. Müəllimə, siz mənə deyin görüm, poladdan nələr hazırlanırdı? Yadımıza salaq görək poladdan nələr hazırlanırdı? Mənə poladdan alətlər hazırlanırdı. Hansı alətlər? O demişdi ki, mən Poladdan nə hazırlanırdı? alət poladından. Yeyə. Mən alət poladından hazırlanan yeyələr idi, törpüydü, Sonra tablandırılmış burğuydu. Sonra burğuydu. qayçılar hazırlanırdı. Düzdürmü? Qayçı da hazırlanırdı. Şpin də hazırlanırdı. Ay sağ ol. Bir dənə də var deməli, o da dedik. Mənə pafta. Hə. Pafta, yəni demişdi, yaddan çıxmış. Ay sağ olun. Afərin mənim. Mənə elektrik qaydanı da vardı. 16 poladdan hazırlanan daha davamlı uzun ömürlü idi. Bəli, ay paslanmayan özdə poladdan hazırlananlar. Paslanmırdı özdə poladlar. Yaxşımı? Doğru. Afərin sizə. Sonra Yasəmənə sualım olacaq. Yasəmən. Bəli. Hə, bildim gözəlim, görmüşəm. Görmüşəm səni. Yasəmən, yığ burğusun hissələrini. Yığ burğusun hissələrini say.
Yiv burğusunun hissələri. Ay mənim yiv Ay burğusu. sağ ol, düzdür, Mənim düzdür. burçum var. Gözünü açın. Deməli, iyi burğusu, kəsici hissə, quyruqla qanovcuq. Kəsici hissə, quyruq, qanovcuq. Yaxşı. Vüsalə müəllimə sual verirəm. Vüsalə müəllimə. HC12. Aha, buyurun. HC12. Burada H nədir? C nədir? 12. Bu burğu dəzgahındadır ha. HC12 modelli burğu dəzgahında H nədir? C nədir? 12 nədir? Deyin görüm. 12 burğunun diametridir. Ha. Ya Diametridir, düzdür. ım, H. e, H nədir? H stol üstüsüdür. C da burğusu. Yaxşı. bəli, kitabda var o. Yox, müəllimə, yoxdur. Hə. Yox. Deməli H stol üstüdür. C burğusudur. 12 də onun diametri. Hə, onu bilmirdim. Doğru, doğru. Kitabda yoxdur axı ona görə. Hə, yoxdur. Əsmər gəldimi? Gəlmişdi amma qaçıb gedib yoxdur. Fatimə müəlliməyə sual verəcəm. Yaxşı bir Fatimə müəlliməyə. Hə, sizə də görüm hardan verəcəm. Hə. Sizə verəcəm nədən? Mənə deyin görün bu gün istəyirəm uyğunlaşdırmaların üzərindən daha çox gedəm ki, çünki uyğunlaşdırmalar daha çox gedir. Nəm istemalda göz məsafəsi nə qədərdir müəllimə? Nəm istemalda göz məsafəsi? 30-40. Yox, 30-35. Ha, 35. Əl tikişlərində Tikişlərində əl tikişlərində müəllimə 30'dur. 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 Bəs Maşın maşın tikişində 30-40. 30-40. Bax, bir də deyirəm müəllimələr. Əl tikişlərində 30 santıdır. Tikiş maşınında 30-40 santıdır. Nəm istemalda 30-35 santı. Yaxşı? bəli. Hə. Uyğunlaşdırmalara diqqətli olun çünki gətirirlər imeni, fırlanıb gətirib uyğunlaşdırmanı salırlar. Çünki uyğunlaşdırmada bir sualda 3-4 cavab olur ona görə. Doğru. Bəli. 3-4 cavab olduğu üçün uyğunlaşdırmaları gətirib salırlar. Hə, indi sual verəcəm Hava müəllimiyə. Hava müəllimə biraz dolaşdığı məqamlardan fikirləşim görüm nəyi dolaşdırıb. Hə. Hava müəllimə, sən mənə de görüm nəyə cavab verəcəksən? Sual verəcəm. Çiftçilər də səndən qabaq bilirlər, deyəcəm, belə vermək istəyir cavab. Səssiz gəlmir müəllimə. Sən mənə de görüm yivli birləşmələrin növlərini. Növlərini soruşama, elementlərini soruşmuram, növləri. Yivli birləşmələr, yivli. O bolt zad olanlar mı müəllimə? De, hə. Boltdur, vintdir. Bir dənə də qaldı. Yox, mil birləşməsi, vit birləşməsi, volt birləşməsi, birləşmələr deyil. Düz dedi. Bax, 3 dənə növ var. Boltdur, mildir, bir də vintdir. Vint. Bunlar Növlər. millər aralığında vintləri var da ona görə. Bəs elementləri hansılardır? Elementləri? Boltdur, vintdir, mildir, qaykadır, şurupdur, Şurup yoxdur. şaybadır. Şurup yoxdur, şaybadır. Yaxşı. Şayba. Hə. Şurup çaşdım, o şurupla vinti bir-birinə oxşadıram, ona görə çaşdım. Hə. Bilirəm də o hissədə qarışdırırsan, ona görə gəldim sənə. O hissəyə sual verdim. Gələcəm Taciyəyə. Taciyə harda qarışdırır? Ay Allah, görə. Gəlir. Hara qarışdırır? Buradayam mən. Harda qarışdırırsan? Gecə mən heç yerdə qarışdırmıram. Sən mənə de gör. Yo, buradayım. Vitaminlərə gələcəm səndə. Müəllim, o sual necə qoydur? Volt, vit birləşmədə ya birləşmədir, bir də ya elementlər. Ya Elə dedir. elementləri, ya növləri. Yaxşı, diqqətli olun orada. Növləri Deməli, elementlər deyəndə şey götürürük, 5 dənədir. hamısını götürürsüz. Növü deyəndə 3 növ. Volt, vint, mil. Yaxşı. Aha. Taciyə, hava günəş işığının təsirindən, istidən parçalanan İstin təsirindən C vitaminidir. Amma günəş işığının təsirində o A vitaminidir. bir də var idi, yalnız günəşin təsirində parçalanırdı. A vitaminidir mən o. Yox, bir dəqiqə. Parçalanır. D vitamini günəşdən parçalanan A'dır. Amma D vitamini günəş şüalarından alırdı qidalarında, belə deyək də. Bəli, günəşdən alan D idi, günəşdə parçalanan A idi. Günəşdə Aydı, isti, bir də günəş, bir də nə idi o? 3 dənə hava olan amma C idi. C idi. Ay, sağ ol, doğru. İndi gəldik Günaya. Günay, səndən
Temperaturları. Konservləşdirmə neçə temperaturdaydı? Neçə dərəcə Selsi temperaturda saxlanılırdı? Konservləşdirilmiş məmulatlar. Konservləşdirmiş. 4-8. Mənə yedən danışmayaq qurban sənə. Yedən danışmayaq. Siz öz uçetinizdə, öz uçetinizdə. Günay yağlar. Günay. Bilmədim mən. Niyə bilmədi? Hə, siz konservləşdirməni təkrar etməmisiniz üstündən. Ona görəmi? Eybi yoxdur. Desin onda Salə müəllimə deyil, Salə müəllimə. Konservləşdirmə 8-ci sinifdir axı. Hə, çalışdım, oradan sual verdim. Düzdür. Mən deyim neçə dərəcə temperaturda? Hə, Günel bulur. 6-8 idi də. Nə idi 6-8? Yox, müsbət 4, müsbət 8. Bəs yağlar? 6-8 Yağlar. Siz keçməmisiniz o hissə, eləmi? Təkrarlamamısınız, ona görədir. Hə, keçməmisiniz. deyim. De görüm Nəzrin. Mən müsbət 4, müsbət 8 dərəcədir. Deməli kərə yağı, yox, xama 72 saat. Onları soruşursunuz hə müəllimə? De görüm. Xama 72 saat, ondan sonra kəsməyi 36 saat, süd 20 saat, kərə yağı da 10 gün müddətində saxlanılır. Müsbət 4, müsbət 8 dərəcə temperaturda. Bəs konservləşdirmə neçə dərəcədə? Yadıma gəlir Nəzrin. Müəllimə o yadımda deyil, vallahi yalan deyirəm. Mən konservləşdirmə soruşdum. 4-8 deyildi. Düzdür. Bəs yağlar neçə idi? Müəllimə yağlar 4-6 idi mən elə bilən. Elə bil orada 0 dərəcədən artıq olmurdu. O biri 4-8 idi. Müsbət 4, mənfi 8. O bilədir Nəzrin idi. Ay könül, mənfi 8 dərəcədə nə qarırsan? Ay, Onu götürdüm müəllimə yenə. Mən yağlar da 4-8 dərəcə, çünki mən onu elə yadımda saxlamışdım ki, konservlə. Ağzı 8 0-6-dır. Ancaq 4-6 deyil. 4-6 0. Tərəvəzlər də müsbət Ağzı ki bağlanmış qabda 2 həftə 4-6 temperaturda saxlamaq olur da. Düz deyirsən, Günel, düz deyirsən, gözəl. Düz deyirsən. Bayaq dedim axı düz deyirsən. Düz deyirsən, dedim düz deyirsən. Gördünüz, dedim axı düz deyirsən. Qarşı eləməyin, beyninizi qatmayın bir-birinə. Yaxşı. Uyğunlaşdırmanın üstündən getmək lazımdır bir dəfə də. Məndə orada yağlarda yazılmışdı, o xamazada olan yerdəki 10 günə 4-8 dərəcə temperaturda saxlanılır. Yəni o saat saxlanması ayrı, temperaturda məsəl üçün biz neçə dərəcədə saxlaya bilirdik. Onu nəzərə tuturuq. Yaxşı. O 4-6 deyilər. Baxın, bir dənə də nə sual verirdim? Kimə sual verirdim? Nəzrinə sual verəcəydim. Beynimi qarışdırdınız müəllimlər. Mənim beynim, inanın ki, siz mənim beynimi bu dəqiqə elə elədiniz ki, Kaşa. Nəzrin, metal ötmə Allah haqqım, o deyir, bu deyir, o da odur. İstəyirsiniz. İstəyirsiniz yenə verin. Hə, sənə sual vermişdim, onda yaxşı sual verirəm. Həmidəyə. Həmidə getmisən, yoxsa burdasan? Səsin gəlməyib. Yoxdur. Müəllimə həm də çıxsaydı ayaqları. Dedi, yol gedirəm. Könülə sual verəcəm onda. Könül, metal ölçmə lönteyin ölçü vahidləri hansıları idi? Müəllim meşə və mişar materiallarını ötürdü. Deməli, millimetrin yarısı, santimetr, santimetrin yarısı, bir də millimetr deyəsən. Hə, so. Digər adı nə idi onun? Könül. Digər adı nə idi? Müəllimə telefon içində deyim, ben yadıma düşsün. Reyka idi, nə idi müəllimə? Rulet. Rulet, reyka. Günel. Günel. Bəli, müəllimə. Bəli. Biri var idi, şurubu vurduqdan sonra başlığında olan çıxıntıların təmizlənməsi. Onu nə ilə eləyirdik? Onu şeylə, yeyəylə. Sumbata kağızı yeyəylə. Hörpüylə yox. Yox, sumbata kağızı yeyəylə. Sumbata kağızı yeyək. Biri də var idi, dülgər alətlərini yonqar qırıntısından nə ilə təmizləyirdik? O taxta pazdan. Bəs iş yerindəki yonqar nə ilə təmizləyirdik? Onu törpüylə. Yox, fırça ilə. Bir də var idi, metal lövhələrin və məftillərin səthini çikdən, rəkdən, pastan təmizləmək üçün nədən istifadə edirdik? O sumbata kağızı ilə. Bir də cilalayıcı qəliblə də istifadə etmək ola bilər. Ya o olmasa bundan eyni şeydir əslində. Əslində eyni şeydir, sadəcə olaraq sağ olsunlar beynimizi qarşı eləyiblər.
Elnara müəllimiyə gəldik sual. Elnara müəllimə, gəldik digər uyğunlaşdırmaya. Elnara müəllimə, biri var əsasını təşkil etmə. Biri var əsas enerji mənbəyidir. Bir də var əsas enerji xərcin bərpası. Əmən, əsasını zülal idi, əsas enerji mənbəyi şeydi, yağ idi, xərci də karbohidrat idi. Ay sağ ol, Allah halal. Yasəmən, Üzrlü sayını gələrəm. hə, yaxşı gələrsən. Yaxşı, digərində sualın Vüsalə müəllimə olsun. Vüsalə müəllimə, lobya, noxud, mərci neçə saat pişirilirdi? Deməli, lobya bişir 1,5-2 saat. Mərci 1 saat. Noxud da 1,5. Amma orada əslində noxud lobyadan gec pişir. Prosta kitabda verir, biz də kitaba əsaslanırıq. Deyir, sür dəriyə, sürürük dəriyə də müəllimə neyniyək, əlacımız nədir? Bəli. Bəzən müdavimlər deyir, ay müəllimə, falan şey kitabda səhv deyir, düzgün demir. Deyirəm, gözəllər, mən də bilirəm, dəfələr nəsə qeyd edirəm ki, mən də bu fikirlə razı deyirəm, amma neyniyək, sür dəriyə, sürürük dəriyədə bizdə. Bəli. Neyniyək, əlac yoxdur. Bəzi şeylərdə bəli, doğrudur, düz deyirsiniz ki, səhvlər var. Fatimə müəllimə, o nəyin emalı idi ki, bişmədən əvvəl heç bir emal aparılmırdı onda, ilkin emalı yox idi. Bu süd istixbaratı. Mən Makaron. Anladım. Fatimə müəllimə, makaron hazırlamadan əvvəl heç bir emaldan keçmir. Yaxşı. Südlü sıyıqlarda düyünü yuyursan axı. Yaxşı. Makaronu yumuruq. Nəyə əliyirsən? Müəllimə, onun ki, müəllimə buğdaman nasıl deməkdir? Onu yumurduq. Unun ilkin emalı ələmədir, ələmə. Ələmə. Unu kimsə deyibsə, bəli, unun ilkin emalı ələmədir. Yəni, un ilkin emaldan keçir. Makarondur ki, ilkin emaldan keçmirdi. Yaxşı. Hava müəllimə. Gəldiksə. Hava müəllimə deyir ki, mən səsimi açmağa qorxuram. Sən mənə de görüm. Elə deyirsiniz, onda adam biraz həyəcanlayır. Ancaq müəllimlər cavab verəndə onlardan qabaq mən cavab verim. Mən səni bilirsən ki, Güvənliklərimdən güvənliklərimdən biri sənsən. Ona görə sizə həmişə deyir o bir söz var, nəyin altında? Məsuliyyət altında qoyuram. Çünki məsuliyyət altında qalmağınız nə deməkdir? ciddi hazırlaşıq, onda məsuliyyətli olur. Niyə mən qrupa yazdım ki, sizə işləməsəz məsələni atmayacam cavabını? Niyə güya işləyib... Mən işlədim müəllimə, elə siz atan kimi işlədim, attım. Bilirəm. Düzdür, çəkindim ki, səhv olar, müəllim deyər, niyə səhv eləyirsən, dedim, da heç nə olmaz. Yəni, sizdə məsuliyyət hiss eləmək üçün, güya mən onu hazırlayıb sizin üçün atmayacam, atacam. Sadəcə olaraq sizdə məsuliyyət hissini formalaşdırmaq üçün bəzən siz elə çəkindirirəm ki, yazasınız, məsuliyyətli olasınız. Həlledicilər neçə cür olurdu, Hava müəllimə? Həlledicilər iki cür olurdu. Həlledicilər təbii olurdu, bir də süni olurdu. Bir təbii süni olurdu həlledicilər, özü də iki cür olurdu. Bir durulaşdırıcı idi, bir də qatı olanda onu açmaq üçün olurdu. Ancaq kleylər də təbii ilə sintetik olurdu. Yaxşı, bax deyək ki, təbii həlledicilər hansılar idi? Təbii həlledicilər məsəl üçün qatıdırsa, o su ilə açırıqsa, bu təbiidir da. Ancaq əliyib kətan yağı. Əliyib, çətənək, kətan yağları, təbii həlledicilər 275 dərəcə Selsi, müəllimə, xahiş edirəm, yerdən danışmayaq. 275 dərəcə Selsi temperaturda qızdırılmaqla əldə edilir. Suni həlledicilər isə neft emalı məhsulları idi. Bir də yadda saxlayın. Mən o ilə qarışdırdım. Bildim. Bir də sizə nə demişdim burada? Rənglənmiş səthin kəsiyində nə demişdim, yadda saxlayın? Ardıcıllıqda nə? Boya, bütöv suvaq, astar, yerli suvaq. Tərsin? Ancaq işçiliyinə gələndə birinci astan başlayacaq işləməyə. Yerli suvaq çəkirdik, sonra astar, sonra bütöv suvaq, üstünə də boya. Ən axıncı boya çəkirdik işləyəndə. Ay, sağ ol. İşçiliyə gələndə o şəkildə olurdu, doğru. Unutmuruq. Taciyə, mexaniki bıçqın hissələrini say görüm. Mexaniki bıçqının hissələri deməli
indi yadımdan çıxacağı. Mexaniki bıçqı özü, masa, maşın məngənəsi, xortum, elektrik mühərriki, Bir dənə qaldı. bir də bıçqının özü idi də. Bıçqının lövhəsi. Bıçqının lövhəsi, doğru. Hə. Yaxşı. Digər sualım Günay olacaq. Günay xanım. Bəli. Yəni Qaray xanım, Şəxsi Suray xanım. Belə deyirlər, hə? Hə, sən mənə de görüm lehimləmə alətinin hissələrini. De görüm deyim. Lehimləmə, deməli o mənim qulpu idi. Sonra yandırıcısı idi. Sən al, o hissələri hardan almışsan? Sonra nə? O hissələri hardan aldın? Yadıma salamıram nədən aldın. Müəllimə səsini təkcə mən eşitmirəm. Səsini bağla, səndə xışıltı var. Səndə bir xışıltı. Səsini bağla. Günay, o hissələri hardan aldın ana? Elektrik. Lehimləməni bilirsiniz mən. Mən yenə demirəm, lehimləmə alətini, lehimləmə. Günay, lehimləmə. Lehimləmə, iynəsi var idi. İynəsi, şnuru var idi. Dəstək hissəsi, gövdə hissəsi. Sonra Başqa. dəliyi var idi, qızdırıcısı var idi, çəngəli var idi. Bir dənə dəstək qaldırıb. Hə. Bir də mən çıxım girim də təzədən səsim deyil. Mən açanda qəribə olur sizin səs. Yaxşı, hə, sənə nəsə qəribə gəldi. Əsmər haralardasan? Səhərdən 500 dəfə səni çağırmışam. Orada işıq söndü qaldı. Məndə günah olmadı. Hə, işıqlarda oldu. Gəl sən mənə nə deyirsən? Südlər. Südlər temperaturlarını deyirsən. Pasterize edilmiş südü neçə dərəcədə qızdırmaqla alırdılar? Hə müəllimə, süd deməli çox qiymətli qida məhsullarına aid idi. Pasterize edilmiş süd 72-75 dərəcə qızdırmaqla alınırdı. Sterilize edilmiş süd isə 120-140 dərəcədə qızdırmaq alınırdı. Demək pasterize edilmədən bişmiş süd alırdıqda bu zaman 95-98 dərəcə qızdırmaqla alınırdı. Bunlar da deməli süd saxlanılırdı 0,6 dərəcə temperaturu idi desəm. Süd saxlanılırdı 20 saat. Sonra kərə yağı 10 gün, kəsmik 36 saat, xamasa 72 saat saxlamaq olardı. Demək, çürümüş süd köhnə süd hesab olunurdu. Kəsmiyin üstü sürüşkən olsaydı köhnə olurdu. Bir də ki, xamasa acı dad verirdi köhnə olanda. Ay, 4-8 dərəcədə saxlayın. Salam müəllimə, hər vaxtınız xeyir, necəsiz? Aybəniz müəllimə, yaxşı olasınız. Siz necəsiniz? Çox da olun, qazanamazsınız olasınız. Yaxşı. Müəllimə bir də o süd çürüməsin deyə onun içinə şey atırdılar. Nədir bu? Qənd atırdılar, qənd. Çürüməsin deyə, unu çürüməsin nə ilə yoxlayırdıq? Bəs orasını da görüm. Deyir, keyfiyyətini yaxşılaşdırmaq. Keyfiyyətini yaxşılaşdırmaq üçün bəli, qənd atırdıq. Hə, çürüməsini qaynatmaqla yoxlayırdıq da. Qaynadırdıq və belə deyək də o təzə heyvanın balası olanda necə olur? Bulamaya oxşuyur. Bulama. Hə. Bulama olur, hə. Qatılaşır da yerinə. Onu uyudu deyirlər, belə deyirlər, uyudu. Hə. Bir dənə sual verəcəm. Bir dəqiqə, indicə yadımdaydı o sual mənim. Bir dəqiqə dayanın, səbirli olun, bir dənə beynimə gəlsin. Yadıma düşdü ki, birdən o sualı sizin üçün verim. Nəysə, getdi indi beynimdən. Yadıma düşsə deyərəm. Yaxşı. Yaxşı. Onunla bağlı bir sual idi. Prosto nəsə unutdum. Hə. Yadıma düşdü. Bəs qızlar, kimin yadındadır? Biz 120-140 dərəcəni dedik ki, Əsmər dedi. Bir də var idi 120, yox, üzr istəyirəm. Hə, 120-150 dərəcə. Biz onu harda gördük 120-150 dərəcəni? Nəydə gördük? Ay, sağ olun. Kaşirləmədə. Kaşirləmədə. Bəli, kaşirləmədə. Bəli, laminələmədən aşağı olurdu da, hə. Ay, sağ olun. Laminələmə 150-210'dur. Kaşirləmə 120-150. Yox, laminələmə 140-210'dur. 140-210, 150, 120-150. Ay, sağ olun, doğru, gözəl müəllimələr, doğru, qəşəng. Əla.